Verilmiş cümlələrə əsasən müəyyən edin. Cümlənin ilk sözü hal şəkilçili isimdir. Dostu çətinliklə əldə edib asanlıqla əldən vermək nadanlıqdır. Bəli, kimi dostu təsirli haldadır və isimdir. Bir doğrudur. Çətinliklə sözünün tələffüzündə üç fərq var. Yazıb baxırıq. Çətin, nih, nən şəklində tələffüz olunur. Üç yox, dörd fərq görürük. Deməli, yanlışdır. Nadanlıq sözü isimdən yaranmışdır. Sözün kökü nadan sözüdür. Nadan isə sifətdir. Sifətli olduğu üçün isimdən yaranmayıb yanlış fikirdir. Seçirik bunu. Həmçinin nadanlıq sözü özü də sifət yox, isimdir. Təsriflənən fe'l xəbər şəklindədir. Sevməlisən, malıməli vacib şəklinin şəkilçisidir. Bu yanlışdır. Yaşamaq sözünün son samiti kar tələffüz olunur. Sait gəldiyi üçün kar yox, cingiltili, yəni ğ kimi tələffüz olunur. Bu da yanlış fikirdir. Doğrudan doğru, yanlışdan yanlışları seçirik. 1, 4, 5 olacaq bizim cavabımız.